Hər vaxtınız xeyirli olsun əziz tələbələr. Bu gün sizlərlə Master nömrə 1 tədris mərkəzimizin ilmi sınaq 3 imtahanında keçdiyi informatika sualları ilə tanış olacağıq. Bu sualları mən cavablayıb sizlərə izah edəcəyəm. Vaxt itirmədən suallarımızın izahına keçirik. 21-ci sualda bizdə burada aşağıda verilən struktura əsasən C diskindəki qovluqlarda yerləşən faylların eyni tipə malik olanlarının həcmi bərabər. Yəni, eyni tip deyirsə, bizdə burada faylın tipindən söhbət gedirsə, təbii ki, bu faylın uzantısına görə tiplərini təyin edirik. Təbii ki, müxtəlif tip uzantılar var. Eyni tip olması üçün eyni növ bir fayl olmalıdır. Bu faylın da eyni növ ya şəkil faylı olmalıdır, ya video faylı, ya səs faylı, ya mətin faylı və s. Formatda ola bilər. Biz indi bu struktura fikir versək, C diskində qovluqlar yerləşir və qovluğun daxilində alt qovluq. Və ən sonda reference qovluğunda və picture qovluğunda fikir versəz fayllarımız var. Və bu faylların növünə nəzər yetsək, birinci faylımız protocol.doc. Doc təbii ki, Word mətin faylının uzantısı olduğuna görə bu mətin faylı uzantısıdır. Monitor JPG, CD, BMP faylları isə bunlar qrafik fayllar uzantısıdır. Raster qrafik redaktoruna məxsus fayl uzantısıdır. Deməli, bu ikisinin həcmləri bərabərdir. Çünki eyni tipə malik olanları yaddaşdakı həcmi bərabər deyil. Digəri isə 10 KB yer tutur. Yəni, bizim protocol.doc faylımız yaddaşda 10 KB yer tutur. Daha sonra data qovluğuna da əlavə 20 KB-lıq məlumat köçürüldükdən sonra data qovluğunda yerləşən faylların ümumi həcmi, yəni data qovluğunun ümumi həcmi 100 KB olur. Yəni, data qovluğunda məlum məsələdə tək boş qovluq yaddaşda müəyyən bir həcm malik olunur, lakin içində fayl əlavə etdikdə o həcmi dəyişir. Ona görə də qovluqlar faylların həcmi qədər yer tutacaq, daxilindəki faylların. Burada da protocol.doc fayl 10 KB-dır, sonradan əlavə olunan fayl 20 KB. Bizim ümumi fayllarımızın həcmi isə, data qovluğunun həcmi isə son olaraq 100 KB olur. 20 KB köçürülməmişdən qabaq nə qədər olduğunu tapmaq üçün ondan 20 çıxırıq. Yerdə qaldı 80 KB. Daha sonra 20 KB-lıq fayl köçürülənə qədər qovluğumuzda 3 dənə, yəni data qovluğunda ümumi 3 dənə fayl var idi. Birinci faylın həcmi 10 KB-dır. 80-dən 10 çıxdı qaldı 70. Yerdə qalan 2 faylın da həcmi bərabər olduğuna görə biz bunu rahatlıqla 2-yə bölüb tapa bilərik ki, hər bir eyni tipə malik olan faylın həcmi 35 KB-dır. Və bizdə sualda monitor JPG faylının həcmini soruşur və təbii ki, bunlar da ikisi də qrafik fayldır və bərabər olduğuna görə hər biri yaddaşda 35 KB yer tutacaq. Yəni, doğru cavab A variantı. 22-ci sualda aşağıdakılardan hansılar sistem proqram təminatına aid edilir? Biz bilirik ki, sistem proqramları ümumilikdə 2 yerə bölünür. Baza proqramları və servis proqramları. Baza proqramları özlüyündə də bölünür. Əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri və əməliyyat örtükləri. Servis proqramlarını və yaxud da xidməti proqramları isə daxil utilitlər, antiviruslar, driverlər, arxivatorlar, test diaqnostika proqramları, yəni postlar, hansı ki, ROM daimi yaddaş qurğusunun daxilində yerləşən BIOS sistemin tərkibinə daxildir bu proqramlar. Yəni, bizdən sualda sistem proqram təminatına aid edilir. Ekspert sistemləri tətbiqi proqramlardır, təbii ki, aid edilmir. Driverlər aiddir, saydıq. Və biz verilənlər bazasını idarə etmə sistemləri tətbiqi proqramlardır, sistemə aid deyil. Antiviruslar aiddir, servislər aiddir. Kompilyator isə instrumental proqram təminatına aiddir. Yəni, kompilyator translyatorun bir növüdür. Translyator nədir? İlkin proqramı maşın dilinə çevirən proqramlara translyator deyilir. İki növ var, interpretator və kompilyator. Interpretator yazılmış kodları sətir və sətir, hissə bir-bir maşın dilinə çevirirsə, kompilyator bütövlükdə maşın dilinə çevirir. Hansı ki, burada komp ümumilikdə sözündən də bu formada yadda saxlaya bilərsiniz. Yəni, bizim doğru cavabımız 1, 5, 6, yəni Y variantı. 23-cü sualda şin topologiyasının mənfi cəhəti nədir? Ümumiyyətlə, topologiya sadə bir tərif versək, şəbəkədə komuterlərin bir-biri ilə ünsiyyət əlaqə qurması üçün istifadə olunan bir strukturdur, belə deyək. Ümumiyyətlə, əsas 3 növ topologiya var. Şin topologiyası, ulduz topologiyası və halqa topologiyası.
Biz indi burada şin topologiyası sorusuna görə fiziki struktur olaraq, yəni şəkil formasını təsvir etsək, ortada bir əsas baza, bir kabel gedir və bu kabelə digər kompüterlər, bu kompüterlər ümumi şəbəkəyə, sistemə qoşula bilir. Əsas struktur olaraq digər kompüterlər bu xətt naqil vasitəsilə sistemə qoşula bilir. Və burada təbii ki, vizual olaraq şəklə baxdıqda görə bilərik ki, əsas kabel, ana kabel sıradan çıxdıqda artıq şəbəkə, yəni topologiya öz işləmciliyini itirir, strukturu dəyişir. Buna görə də burada əsas mənfi cəhət odur ki, şin topologiyasında əsas kabel sıradan çıxsa, şəbəkə öz işini itirir. Ona görə də variantlara baxsaq burada, ona görə də doğru cavab olacaq C variantı. Sonra 24-cü sual. 24-cü sual çox maraqlı və belə deyək, interaktiv IQ səviyyəsi yüksək olanlar rahatlıqla yaza biləcəyi bir sual tiplərindəndir. Deməli, bunu təbii ki, kompüterdə yazmaq çox rahat var. Çünki kompüterdə praktik formada eləmək bəsitdir. Amma imtahanda bizə kompüter olunur və ya kitablar olunur. Ona görə bunu vizual formada etmək daha məqsədə uyğundur. İndi bizə deyir ki, Word 2019 mətn proqramında 6 sətr və 8 sütundan ibarət cədvəl verir. Bizim 6 sətrimiz var, 8 sütunumuz var. İndi bizə deyir ki, hər 2 sətirdən sonra bir sətr silinməlidir. Yəni bizim 6 sətrimiz var, düzdürmü? Belə yaza bilərik ki, hər 2 sətirdən bir silinməli demirmi? 2, 2, 2 qeyd etdik. Bu 2 sətr saydırıq, ondan sonra gələn növbəti 3-cü sətirdə bir dənə azalma başlayır. Yəni 6 sətr idi, 2 sətr olduğu kimi qalır. Okay. Sonra növbəti sətirdən 1 var, azalır. Yəni əslində struktur bir dəyişəndən sonra belə olur. 2 sətr, sonra qaldı 1 sətr, sonra təzədən 2 sətr. Ümumi 5 elə. Sonra deyir ki, yenə hər 2 sətirdən 1 deyil axı. Biz yenidən saysaq, 2 burada, 1 burada. Burada 1 plus 1 belə yaza bilərik də. Yəni bizim ümumi 6 sətrimiz var idi. 2 sətirdən 1 silinəndə yerdə qalır 4 sətr. 2 sətr, sonra bir dənəsi getdi. Təzədən 2 sətr sayıldı, yeni bir dənəsi getdi. Bizdə ümumi 6 sətr olduğuna görə bu strukturunu nəzər etsək, tapaq ki, bizdə sonda qaldı 4 sətr. Bizim son 4 sətrimiz qaldı. Bunu tapdıq. İndi sütunlara baxaq və sonra deyir ki, hər 4 sütundan sonra 2 yeni sütun əlavə olunur. Və möhtərizədə qeyd olunur ki, əlavə olunan sütunlar, yeni sütunlar sayılaraq nəzərə alınır. Yəni, nə deməkdir bu? Baxın, vizual formada yazsaq, tam ki bizim 4, 5, 6, 7, 8. 8 dənə sütunumuz var. Düzdürmü? Bizə deyir ki, hər 4 sütundan, 4 dənə sütun saydım. 4 sütun. Bundan sonra 2 dənə sütun gəldi. Və bu 2 dənə sütunu da biz say olaraq nəzərə alırıq. Çünki 2 sütun əlavə etdikdən sonra sütunların sayı olur 10 dənə. Və ya 8 idi, burada hansı ki qeyd olunmuşdur, 8 sütundan ibarətdir. Biz 4-lükdən sonra ortalığa 2 dənə sütun əlavə etsək, avtomatik olur bu 10 sütun. Və bu 10 sütunu da biz təzədən əlavə olunan 2 sütunu da saymalıyıq. Yəni, belə deyək də, 4 sütun saydım, 2 sütun əlavə etdim. Bu 2 sütunu da təzədən saydığına görə, burada təzədən yenidən 4 dənəsini saymıram, 2 dənəsini sayıram. Yəni, struktur belə gedir. Laf əyani formada da göstərə bilərik, göstərsək, tutalım ki, baxın, cədvəl əlavə edək. Insert tabından, tables qrupundan təbii ki, cədvəl əlavə olunur. 8 sütunlu, 6 sətirli cədvəl əlavə etdik. Və 8 sütun, 6 sətirli cədvəl əlavə etdik. Mən indi nə edirəm? Deyir ki, hər 2 sətirdən 1 sildim. 2 sətr saydım, 1 sətr seçdim, sildim. Sonra yenə 2 sətr saydım, 1 sətr seçdim, sildim. Baxın, avtomatik 4 dənə sətrimiz qaldı. Bundan lazım. Sonra deyir ki, hər 4 sütundan bir yeni sütun əlavə olunur. 2 sütun əlavə olunur. Baxın, qeyd olunur. Hər 4 sütundan 2 yeni sütun əlavə olunur. Ona görə 4 sütun saydım soldan sağa. 1, 2, 3, 4. Bu hissəyə 2 dənə sütun əlavə etdim. Və əlavə olunan bu 2 dənə sütunu da yenidən say olaraq nəzərə alıram da 10 demək qeyd edildi testdə. Yəni, burada da 1, 2, 3, 4 saydım. Yenidən 2 sütun əlavə etdim. Əlavə olunan bu 2 sütunu yenidən say olaraq nəzərə alıram. 1, 2, 3, 4 və yenidən sonra 2 dənə sütun əlavə etdim. Və sonra bunu da əlavə etdikdən sonra artıq ümumi sütunları saysaq, burada baxın sayaq 5, 10, 14.
14 sütun oldu, 4 sətr oldu. Bizdə də sualda ümumi xanaların sayını soruşur. Ümumi xanaların sayını tapmaq üçün sətir sayını sütun sayına vurur. Yəni 4 sətrimiz qaldı və 14 sütunumuz qaldı. 4-ü 14-ə vuranda edir 56 xana. Yəni doğru cavabımız B variantı olacaq. Növbəti suala keçdik. 25-ci sualda deməli Microsoft Access 2009 proqramı yaradıla biləcək cədvəldə maksimum neçə sahə ola bilər? Sahə dedikdə burada sütundan söhbət gedir. Yəni bir cədvəldə yaradıla biləcəyimiz maksimal sütun sayından söhbət gedir. Təbii ki, burada da standart qaydaya əsaslanaraq 255 dənə sahə ola bilər. 26-cı sualda uyğunluğu müəyyən edin. Sektor diskin fiziki bölünməsi zamanı ən kiçik hissəcik adlanır. Əməliyyat sistemləri bölməsində qeyd etmişik və bir sektor 512 baytdır. Düyüm ölçüsü fiziki ölçü baytıdır, uzunluğu ölçü baytıdır. Bir düyüm 2,54 santimetrdir. FTD, floppy disk, çevik maqnet disk, yumuşaq disk, disket, bir sıra adıyla tanınan xarici yaddaş qurusudur və bu xarici yaddaş qurusunun standart həcmi 1,44 megabaytdır. PET isə burada punkt ölçü vahidi, təbii ki, punkt ölçü vahidi ofis proqramlarında şriftin ölçü vahidi kimi istifadə olunur və bir punkt 0,35 mm-dir. Təbii ki, bu indi yazıları bu ədədlərə uyğun quraşdırsaq, düzəndirsək, birinciyə gedəcək B variantı, ikinciyə gedəcək Y variantı, üçüncüyə gedəcək A və dördə gedəcək D. 1-ə B, 2-yə Y, 3-ə A, 4-ə D. Yəni doğru cavab bizdə A variantı, daha doğrusu C. Tamam. 27-ci sualda tərkiblərdən yanlış olanı müəyyən edin. Sualımız bizdə ofis proqramları, yəni Word 2019 mətn proqramına aiddir. Deməli, bir, şriftin susmaya görə ölçüsü maksimal ölçüsü 96. Xeyr, şriftin susmaya görə 96 olan, maksimal ölçüsü 96 olan PowerPoint proqramındadır. Excel'də və Word-də şriftin susmaya görə maksimal ölçüsü 72, minimal isə 8. Ümumi halda isə Word-də 1638 punkt təşkil edir. Ona görə birinci ifadə yanlışdır və bizdən suallarda yanlış olanları istəyir. Ona görə biri götürdük. 2. Sənəd page layout rejimində göründüyü kimi çapa çəkir. Baxın, diqqətli ol. Birincisi, Word-də page layout deyə bir rejim yoxdur. Word-dəki rejim print layout rejimidir. Page layout rejimi Excel proqramında olan görünüş rejimidir və Excel'də sənəd çapa page layout rejimində görüldüyü kimi gedir. Amma Word-də print layout rejimində görüldüyü kimi gedir. Ən azı vizual olaraq göstərsək, burada sol tərəfə fikir versiniz əgər, bu hissədə print layout rejimi var. Web layout rejimi yoxdur. Ona görə suallarda maksimum diqqətli olaq. Ona görə ikinci deyilən ifadədə yanlışdır. 3. Sətirlərin nömrələnməsi layout tabından həyata keçirilir. Bəli, sətirlərin nömrələnməsi layout tabının page setup qrupundan həyata keçirilir. Ümumiyyətlə, nömrələmə ilə bağlı 3 dənə nüans barəsində qeyd edə bilərik ki, var sətirlərin nömrələnməsi layout tabından page setup qrupundan, var abzasların nömrələnməsi home tabından paragraf qrupundan, var səhifələrin nömrələnməsi insert tabından header footer qrupundan. O da 3 doğru. 4. Sənədə şərt yalnız insert tabından əlavə etmilir. Baxın, buradakı sözlərə diqqət edin. Qəbulda da, imtihanda da bizdə testlərdə söz oyunları olur. Yəni, bizdə burada yalnız ifadəsi verməsi ilə 4-cü şərtin yanlış olduğunu tapılır. Çünki insert tabından əlavə etmək olur. Okay. Amma təkcə yalnız insert tabı deyil də, eyni qayda review tabından da new comment, comment əlavə etmək olur. Təbii ki, insert tabından da comment, yəni şərt əlavə etmək olur. Ona görə bu ifadədə yalnız sözün olmağı bu verilən ifadənin yanlış olduğu anlamına gəlir. Bu belə 5-də də bir fayl tabında exit əmri yoxdur. Təbii ki, bu ifadə doğrudur. Ona görə də cavabımız oldu 1, 2, 4. Yəni Y variantı. Keçdik 28-ci suala. 28-ci sual Excel'də diaqramlarla bağlı olan bir sualdır. Hansı ki, bizdə diaqram veribdir və bu deyir ki, bu diaqram C3, C6 diapazonuna görə qurulmuşdur. Yəni, bu
diapazona görə, buradakı diapazona görə qurulmuşdur. Və bizə deyir ki, bu C3 xanasının qiymətini taparaq D3 xanasının qiymətini müəyyən edir. İndi biz burada bilmirik ki, C3 xanasında hansı ədəd yazır? X. Baxın yazıram, X. C4 xanasının qiyməti 10. C5 xanasının qiyməti C3 plus 1. C3-də 10 yazıldığına görə 10 plus 1 elədir 11. C6 xanasında isə yazılıb 6. Və diaqramdakı faizlərə fikir versək, faizlər 16, 40, 20 və 24. Maksimum burada diqqətli olmaq lazımdır. Diaqramın seçilmə strukturu əslində bizə hər şeyi anladır. Nə demək istəyirəm buna? Yəni, hesablamalara diqqət yetirsək, burada ardıcıllıq, diaqramın qurulma strukturuna mütləq diqqət etmək lazımdır. Və yaxud da faizlərə. Yəni, bu faizlərin bölünməsinə fikir versək, misal üçün, deməli, diaqramın strukturunda mütləq şəkildə nəyə nəzər yetiririk? Hər zaman elə bir saat əqrəbi istiqamətində, belə deyək də, saat 12:00, saat əqrəbi istiqamətində saat 12:00 götürsək, buradan başlayaraq saat əqrəbi istiqamətində gələn ən birinci faiz seçilmiş diapazondakı ən birinci xananı ifadə edir. Yəni, burada ən birinci faiz gəlir neçə? 16 faiz. Diapazonda ən birinci xana neçədir? Qiymət X C3 xanasıdır. Yəni, deməli, C3 xanasının qiyməti burada 16 faizi ifadə edir. Eyni qayda, sonra nə gəlir? 10 ədədi. 10, deməli, növbəti gələn faizi ifadə edəcək. Ardıcıllıqla getdikdə. Yəni, bizim 10 ədədi ümumi buradakı ədədlərin cəminin 40%-ni təşkil edəcək. X plus D3 plus 1, yəni X plus 1 ədədi isə 20% eyni strukturla, növbəti isə 24% ifadə edəcək. Yəni, hər zaman yadda saxlayın. Seçilmiş diapazona uyğun diaqram yaradılırsa, əgər bu diaqram dairəvi və faizlərlə ifadə olunan bir diaqramdırsa, o zaman diapazonun ilk xanası saat strukturu ilə nəzərə etsək, 12:00-dan sonra gələn ilk faiz diapazonun ilk xanasının dəyərinin neçə faiz olduğunu qiymətləndirir bizim üçün. Yəni, burada da struktura görə bölsək, struktur budur. Bizə indi burada C3 xanasının qiymətini tapmaq üçün ümumi faizdən istifadə edə bilərik. Yəni, necə? Tamam ki, 40% 10 olan ədədi tapmaq və yaxud 24% 6 olan ədədi tapıb, buradakı xanaların ümumi cəmini tapa bilərik. Təbii ki, bunu asanlıqla tapa bilərik də. 10, 40% isə ümumi sualtında edikləyək, bu da 100% olsun. Və sonra, buradan x sarpaz vırsaq, 40 y bərabərdir 1000, y də bərabərdir, təbii ki, 25. Düzürmü? Biz tapdıq ki, deməli, ümumi xanaların cəmi 25-dir. Yəni, əslində sum funksiyasının nəticəsini tapmış olduq da, bu C3-C6 diapazondakı ümumi xanaların cəmi 25-dir. Və yaxud da adi qaydada qiymətləri yerinə qoysaq, x-in qiymətini tapmaq üçün ümumi cəm 25-dir. Düzdürmü? Deməli, buradakı ədədlərin cəmi 25 eləməlidir. X plus 10 plus x plus 1 plus 6 bərabər 25. Buradan tapsaq ki, x plus 17 bərabər 25. X-in qiymətinin 4 olduğunu taparıq. X 4-dürsə C3 xanasında 4 yazılır. Burada zaten 10-dur. Burada 5. Burada isə 6. Və bu xanaları cəmləsək, görək ki, qiyməti həqiqətən də 25 almış oluruq. Və bizə də D3 xanasının qiyməti də S2 kökaltı funksiyasıdır. Kökaltında sum. C3-dən C6-ya qədər ədədlərin, xanalardakı ədədlərin cəmi. Bunların da cəmi 25 edir və kökdə 25-dən cavab olaraq 5 çıxır. Yəni, doğru cavabımız C variantı. 29-cu sualda yeni qovluq yaratmaq qısa yol. Ümumiyyətlə, bir çox tələbə burada yeni qovluq deyir. Yeni nəsə deyəndə təbii ki, new əmrinə görə n düyməsi mütləq olur. Amma Windows əməliyyat sistemindən söhbət gedirsə, burada yeni qovluq yaratmaq qısa yol. Ctrl-Shift n. Ctrl-N Office proqramının daxilində yeni səhifə, Word-də misal üçün yeni səhifə, Excel-də yeni vərəq və yaxud da PowerPoint-da yeni təqdimat yaratmaq üçün istifadə olunan bir qısa yoldur. Aydın oldu. Yəni, Word-da yeni sənəd, daha doğrusu, yeni səhifə yox, yeni sənəd yaratmağa. Ümumiyyətlə, yeni bir fayl yaradır.
bu qısa yollar. Hansı proqram daxilindəsənsə, Ctrl-N vasitəsilə yeni bir fayl yarada bilirsən. Əsas təbii ki, Office proqramları. Amma Ctrl-Shift-N vasitəsilə hazır yeni qovluq yaratmaq mümkündür. Yəni, burada doğru cavab B variantı. 30-cu sualda ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan informasiya üst-üstə düşürsə, onu, deməli, burada informasiyanın xassələrindən söhbət gedir təbii ki. Bu, etibarlı xassəsidir. Yəni, bir neçə mənbədən alınan məlumatlar üst-üstə düşürsə, bunu etibarlı hesab etmək olar, mümkündür. Aktuallığa gəldikdə, informasiyanın cari zamana uyğunluq dərəcəsi onun aktuallığıdır. Belə, obyektivlik, informasiyanın heç bir şəxsin fikrindən asılı olmadan ümumi qəbul olunan informasiyadan söhbət gedir. Anlaşılırlıq təbii ki, başa düşülən, hamı tərəfindən başa düşülən informasiya. Tam informasiya, informasiyanın miqdarı ilə təyin edilir ki, bir hadisə haqqında məlumat verdiyimiz zaman bu məlumat nə qədər ətrafında dolğun olsa, o qədər tam olmağa daha yaxın olur. Öncə doğru cavab burada verilən şərt uyğun Y variantıdır. 31-ci sualda şəkildə təsvir edilmiş menyu hansı panelə daxildir? Bu menyu təbii ki, Animation Pane panelinə daxildir. Bunu vizual olaraq göstərsək, Animation tabı vasitəsilə biz seçilmiş obyektlərə animasiyalar veririk. Biri var, slaydlara animasiya vermək, o Transition tabındandır. Bir də var, obyektlərə animasiya vermək. Bu isə Animation tabındandır. Animation tabı vasitəsilə biz obyektlərə animasiya veririk və bu obyektlərə animasiya vermək üçün animasiya verdikdən sonra Animation Pane paneli vasitəsilə buradakı verilən animasiyanın strukturunu dəyişməyə, vaxtını artırıb azaltmağa və yaxud da bir neçə Add Animation əmri vasitəsilə animasiya vermişiksə, onların mövqeyini dəyişmək və s. kimi prosesləri çəkmək olar. Və buradakı qarşıdakı oxu bassaq, hansı ki, burada fikir versəz, həmin pəncərə eyni qayda burada açılır. Yəni, ona görə də bu açılan pəncərə eyni qayda burada göründüyü kimi Animation Pane panelinə daxildir. Doğru cavabımız B variantı. 32-ci sualda bizə qeyd edir ki, burada şəbəkə ilə ötürülmə sürəti 4 megabit böl saniyə olan bir şəbəkəmiz var və burada deyir ki, həcmi 24 megabayt olan faylı 12 saniyəyə ötürmək üçün bu surəti nə qədər artırmaq lazımdır? Birinci biz burada tapaq ki, həcmi 24 megabayt olan faylı 12 saniyəyə ötürmək üçün bizə hansı sürətlə ötürməliyik? Təbii ki, bunu tapmaq üçün köhnə günləri fizikadan partlatdığımız günləri yadımıza salsaq, yəni fizika düsturuna yazsaq, yəni V vur T, yəni gedilən yolu tapmaq üçün həcmi sürətlə vurmurduk. Burada da sürəti zamana vururuq daha doğrusu. Burada da həcmi tapmaq üçün, yəni şəbəkədəki ötürülən faylın həcmini tapmaq üçün faylın ötürülmə sürəti ilə nə qədər müddət ötürüldüyünü bir-birinə vurmaq kifayətdir. Biz buradan da sürəti tapmaq üçün təbii ki, həcmi böləcəm müddətə. 24 megabaytla 12-ə böləndə tapıram ki, bizim sürətimiz 2 megabayt böl saniyə olmalıdır. Amma bizdə hal-hazırdakı bizim sürətimiz, bizim ilk sürətimiz belə deyildir, 4 megabit böl saniyədir. İndi burada düşünə bilərsiniz ki, əksinə çoxdur, bu ölçü vahidi. Xeyr, burada ölçülərə diqqət edirik, yaddaş vahidlərini. Birində megabaytdır, birində megabitdir. Bunları eyniləşdirmək lazımdır ki, nə qədər artırmaq lazım olduğunu görək. Ona görə də megabaytı megabitə çevirmək daha sərfəlidir bizim üçün, kəsir yaranmasın deyə. Megabaytı megabitə çevirmək üçün bu hərflər, logikdə deyək də, mığlar eynidir deyə bunlara dəymirəm. Yəni, olduğu kimi qalır. Adi bir tərəf baytdır, bir tərəf bitdir. Baytı bitə çevirmək üçün standart qayda 8-ə vururum. Şimdi 8-ə vurdum, elədi 16 megabit böl saniyə. Deməli, bizim sürətimiz bu qədər olmalıdır. Cari sürətimiz də 4 megabit böl saniyə olduğuna görə bu sürəti mən 12 megabit böl saniyə artırmalıyam ki, şəbəkədəki bu həcmli məlumatı 12 saniyəyə göndərir. Yəni, doğru cavabımız burada B variantı olacaq. 33-cü sual print məsələsi ilə bağlı bir sualdır 4 proqramında. Bizə deyir ki, ümumiyyətlə print məsələlərində mütləq şəkildə baxmalı olduğumuz yerlər hansılardır? Əgər bizdə sualda neçə A4 vərəqi çap olunacaq soruşursa, yəni çapdan çıxan vərəq sayını soruşursa, biz bunlara diqqət etməliyik.
kopyaların sayına. Kopyaların sayını hər zaman ən son nəzərə alırıq mütləq şəkildə. Daha sonra bu hissəyə fikir verin. Çapdan neçə vərəq çıxacaq? Yəni hansı səhifələr çapdan çıxacaq? Təklər çıxacaq, cütlər çıxacaq, cari səhifələr çapdan çıxacaq. Bunlara fikir verin və yaxud da bu hissədə əgər səhifə nömrələri yazıbsa, deməli o səhifə nömrələri çapdan çıxacaq. Onları nəzərə almalıyam. Daha sonra bu hissəyə fikir verin. Bir üzlü çap və ya iki üzlü çap olduğunu bildirir bizlərə və ən sonda bu hissəyə fikir verin. Hər bir vərəqdə neçə səhifənin çıxacağını bizə göstərir. Və indi bu dediklərimi bir nəzərə alsaq, ən sonda kopyaların sayına vuracaq. Bunu heç vaxt başdan, bəzi tələbələr 57-ni vurur 6-ya, sonra başlayır hansı səhifələr çıxır tapmağa. O qəti yanlışdır. Yəni qəti ona elə etmək olmaz. Bunun üçün siz ilk öncə baxırsınız bura. Yazıb print all page. Yəni 57 səhifənin 57-də çap olunur. Lakin burada fikir versək diqqətli olsun. Belə bir ifadə yazır. All page. All tək səhifələr deməkdir. Yəni 57 səhifə içərisində bizdə yalnız tək nömrəli olanlar çapdan çıxacaq. Təbii ki, 57 səhifə içərisində neçə tək ədəd olduğunu, tək səhifə olduğunu tapmaq üçün 2-yə bölürsünüz. Əgər ümumiyyətlə, baxın belə bir struktur deyirəm, bir ədədin içərisində birdən başlayaraq həmin ədədə qədər neçə dənə tək və ya cüt ədəd olduğunu bilmək üçün həmin ədədi 2-yə bölürsünüz. Əgər ədəd özü təkdirsə, o zaman təklərin sayı cütlərin sayından bir var çox olacaq. Çünki saymağa biz birdən başlayırıq da, bir də tək ədəddir. Ona görə. İndi bizdə burada 57 ədədimiz tək olduğuna görə 57-ni 2-yə böləndə 28.5 çıxır. Deməli, burada 28 dənə cüt səhifə var, 29 dənə tək. Bayaq qeyd etdiyim kimi təklərin sayı cütlərin sayından bir var çoxdur. O zamanki səhifə sayının ümumi sayı tək ədəd olsun. Yox, misal üçün, əgər ədəd cüt olsaydı, onda 2-yə bölsəydik, yarısı qədər cüt var, yarısı qədər tək var. Belə struktur olmalıdır. İndi təbii ki, biz indi bu hissəyə baxmırıq. Bizdə 57 səhifə var, amma təklər dediyinə görə 29 tək səhifə var. Demək, 57 dənəsindən 29 çapdan çıxacaq. Digərləri çapdan çıxmayacaq. Bunu sayır. Sonra baxıram, burada bir üzlü çap. Yəni, bir üzlü çap 29 səhifə hər biri ayrıca bir vərəqdə çap olunacaq. Onu demək istəyir. Yəni, heç bir struktur dəyişmir. Əgər burada 2 üzlü çap olsaydı, yəni boz söz yazılsaydı, biz burada 2-yə bölərdik. Lakin boz sözü yazılmadığına görə bizim burada 2-yə bölməyimizə ehtiyac yoxdur. 29 səhifə olduğu kimi qalır. Və sonra ən aşağı hissəyə baxsaq, hər səhifəyə, hər vərəqə 4 səhifə çıxsın deyir. O deməkdir ki, çapdan çıxan səhifə sayı 4 dəfə azalacaq. Çünki bir vərəqin bir üzündə 4 səhifə yerləşməyə məcburdur. Ona görə say da 4 dəfə azalır. Ona görə mən 29-u bölürəm 4-ə, yəni hər zaman 200-də olsa burada yazılana, yəni 100-lü və ya 200-lü də, burada hansı ədəd yazılırsa ona səhifə sayını bölməli. Və böləndə 29-u 4-ə, təbii ki, burada deyə bilərsiniz ki, qalıq qalır da, yəni 7 tam neçəsə qalır. 7 tam neçəsə o deməkdir ki, sənin 29 səhifəlik məlumatın 7 vərəqə tam çıxır, yerdə qalan vərəqə müəyyən bir hissəsi çıxır. Yəni, tam dolmur da vərəq verəcək. Amma vərəq tam doldu, yarımçıq doldu, onda biri doldu, fərqi yoxdur ki, vərəq printerdən tam çıxır. Ona görə siz böləndə əgər kəsr ədəd alırsınızsa, hər zaman tam hissəni bir varit artıq götürürsünüz. Yəni, 29-u böldüm 4-ə, 7 tam hissə çıxır, mən götürürəm 8. Yəni, çapdan 8 vərəq çıxacaq son nəticə. Və neçə kopya deyir burada vərəqlərin sayı? Yəni, bu sənəddə neçə kopya olmalı? 6 kopya. Və sonunda bunu vururam 6-ya, cavab edir 48. Deməli, bizə çapdan kopyaların sayını nəzərə almaqla 48 səhifə vərəq, daha doğrusu, çapdan çıxacaq. Bu belə 30-cu sualımız oldu. Növbəti 34-cü suala keçdik. 34-cü sual Access verilənlər bazası proqramına aiddir. Və bizə burada qeyd edir ki, yuxarıdakı verilmiş cədvələ müəyyən bir sorğu tətbiq edilir. Yəni, müəyyən bir şərtlər verilir və o şərtlər nəticəsində şərtləri ödəyən yazılar aşağıdakı cədvəldə görsənir. Və bizə indi deyir ki, yuxarıdakı cədvələ hansı sorğu tətbiq edilmişdir. Biz bunu tapmaq üçün yuxarıdakı cədvəlin aşağıdakı cədvəlini müqayisə etmeliyiz. Yəni, aşağıdakı cədvəldəki məlumatlara baxsaq, ID kod hissəsində, ID sütununda, təbii ki, biz sorğuları sütunlara veririk.
Burada ID sütununda fikir versəz, heç bir qanuna uyğunluq yoxdur. Yəni, ədədlər müəyyən artan və ya azalan sayla düzülməyib, artan sayla düzülübdür, okey. Amma variantlarda fikir versək, bizim variantdakı şərtlərimiz soyad və ad və yaxud da maaş sütunları üzərində qurulubdur. Burada soyadlara fikir versəz, hamısının ilk hərfi M hərfidir. Yəni, biz burada qeyd edə bilərik ki, soyadlarında hamısının ilk hərfi M-dır, sonrası çox şey ola bilər. Hər hansı bir simvol. Burada ulduz simvolunu yaza bilərik də. Hansı ki, əməliyyat sistemlərində də qeyd etmiş ki, ulduz sistemindən sayılı simvollar əvəz edir. Sual yalnız bir simvol əvəz edir. Yəni, burada soyad sütununa belə bir uyğunluq var. Ad sütununa baxsaq, ad sütununda hər hansı verilən bu 4-5 ad üstündə ortaq olan bir nəsə yoxdur. Ona görə konkret bir şey seçə bilmərik ad sütunu ilə bağlı. Ona görə misal üçün C variantını buradan çıxmaq olar. Deyir ki, fikir verirsinizsə sonra bir not ad bərabərdir ulduz n. Yəni deyir ki, o deməkdir ki, ad sütununda sahəsində axırı n-lə bitməyənləri seç. Amma bizdə ikinci yazı, 10-cu yazı n-lə bitir adların axırı. Ona görə bu C variantını çıxdıq, avtomatik Y variantını çıxdıq. Yəni bu variantları çıxa bilərik. Hətta buradan asanlıqla D variantına çıxa bilərik. Demək, cavab ya A-dır, ya B-dir. İndi baxırıq bura. Yenə hamısı üçün ortaq olan nədir? Soyad hissəsi M ilə başlamaq. Amma A variantındakı soyadda nə yazıb? Adı Q ilə başlamayanlar. Okey, bu düzdür. Deyə bilərsiniz ki, bu cədvəldə hətta soyadı Q hərfi ilə başlamayan soyadlardır. Okey. Amma yuxarı cədvəldə Q hərfi ilə başlamayanlar da var. Bax, görürsünüz, 6-cı yazı var. Sonra bir dənə 6 da var da burada, fərzəliyə var. Və qabağındakı bir dənə şərt var. Bizə deyir ki, maaşı 640-dan kiçik bərabər olandır. Bura baxıram, bütün şərtlərim burada doğrudur da, düzdürmü? Yəni, necə? Maaşı, hamısının maaşı 640-dan kiçik bərabərdir. Görürsünüz? Və deyə bilərsiniz ki, bu fərzəliyə da bura daxil olacaq da bu zaman bu şərt ödəyəndə. Amma bura fikir versək, Fərzəliyevanın maaşına fikir versəz, maaşı 745-dir. Maaşı 745 manatdır da və bu 745 manat avtomatik bizim 640-dan kiçik olan şərtimizi ödəməyəcək. Ödəmədiyinə görə avtomatik bizim o ifadə, yəni o şərt orada bir görünməyəcək. Yəni o yazı, daha doğrusu belə deyim, həmin hissədə görünməyəcək. Ona görə bu şərtimiz bizə doğru gəlir də. Amma B variantını seçsək, deyə bilərik ki, B variantında okey. Amma B variantında Məmmədovanın maaşı 640-dır axı. Yəni 640 600-dən kiçik deyil, bu şərt ödənmir. Və ortada ənd olması o deməkdir ki, verilən şərtlərin hər biri doğru olmalıdır ki, bizdə o yazılar görsənsin. Doğru olmalı. Doğru olmasa bu yazılar burada görsənməyəcək. Ona görə bizdə bu yuxarıdakı cədvələ əsasən A variantı üzrə sorğu tətbiq etsək, aşağıdakı cədvəl alınır. 35-ci sualda Word mətn proqramında kəsilmiş fraqmenti neçə dəfə yapışdırma olar? Word-də kəsilmiş, yəni kat olunmuş fraqmentidə, kopya olunmuş fraqmentidə, hər ikisində mübadilə buferindən silinənə qədər istənilən sayda yapışdıra bilərik. Mübadilə buferindən silinənə qədər istənilən sayda yapışdırmaq olar. 255 dəfə ifadəsi yanlışdır. Bir dəfə o Windows əməliyyat sistemindəki hər hansı bir qovluq və ya fayldır kat eləsək, yəni yer dəyişmə prosesini icra etsək, onda bir dəfə yapışdıra bilərik. Amma Word-də mətn kəsilmiş hər hansı bir fraqment buferdən silinənə qədər istənilən sayda yapışdırma olar. D-də deyə bilərsiniz ki, istənilən sayda ifadəsi var, okey. Amma istənilən sayda ifadəsi yanlışdır. İstənilən sayda ifadəsi belə deyək də, yəni o deməkdir ki, kompüter söndürsəm, sonra yandırsam, yenə yapışdıra bilərəm. Axı, bu belə deyil, bu mümkün deyil. Ona görə bu ifadə yanlışdır. Yəni, doğru cavab bizdə B variantı olacaq. 36-cı sualda verilmiş 1001 ədəd arasında ən böyüyünün tapılması. Struktur yazılmamış qayda qanun kimi temalarımız var idi ki, hansı ki, verilən məsələnin hansı tip növ algoritmə aid olduğunu tapmaq baxımından. Burada əgər 3 ədədə qədər, 3 ədəd daxil ədədlərin cəmi və hasili xətti növ algoritmi kimi qəbul olunur. 3 ədədə qədər, 3 ədəd daxil ədədlərin böyüyünü və kiçiliyinin tapılması müqayisəsi budaqların algoritmidir. Lakin 3 ədəddən çox ədədlər üzərində aparılan istənilən əməliyyatlar
əməliyyatda dövrə alqoritmi sayılır. Çünki bu əməliyyatlar dəfələrlə təkrarlanır deyə, dövrə alqoritmi strukturunda təkrarlanma prosesi var deyə, ona görə dövrə alqoritmi hesab olunur. Burada da 1001 ədəd deyirsə, əməliyyatın nə olmağından asılı olmayaraq 1001 ədəd üzərində gedirsə, ona görə doğru cavabımız Y variantı, yəni dövrə alqoritmi olacaq. 37-ci sual. 37-ci sualda cədvəldə fayl adları və həcmləri qeyd olunmuşdur. Bu faylları yaddaşda saxlanılır. 4 kilobaytlıq klasterlərdə saxlanılır. Buradakı raster tipli qrafik fayllardan başqa, yəni raster tipli qrafik fayllardan başqa yerdə qalan bütün faylları saxlamaq üçün neçə klasterə ehtiyac var? Bizdə burada klaster sayını soruşur. Birinci biz burada raster qrafikasına məxsus olan proqramları silməliyik, yəni çıxmalıyıq. Bununla çıxmaq üçün raster qrafikasına məxsus olan proqramların uzantılarını bilməliyik. Birinci baxsaq, birinci gəlirik Zavid.pst. PST Photoshop proqramının genişlənməsidir və bu raster'a aid. Ona görə bunu çıxdıq. Sonra Xəzər.mp3. mp3 uzantısı səs fayllarıdır. Deməli, biz bunu götürəcəyik, saymalıyıq. Visual.png. PNG Paint proqramının susmaya görə uzantısıdır. Paint proqramı raster qrafik redaktoruna aid olduğuna görə bu da rasterdir, ona görə bununla çıxdıq. Sonra Nadir.ai. AI Adobe Illustrator proqramının uzantısıdır. Adobe Illustrator qrafik proqramdır. Okay. Amma raster deyil, vektor tipli qrafik proqramdır. Ona görə bunu da nəzərə alırıq. Vüqar.odg. ODG da vektor qrafikasına məxsus olan fayl uzantısıdır. Yəni bu vektor qrafikasını nəzərə alırıq. Canan.bmp. BMP isə raster qrafikasına məxsus olan Paint proqramının orijinal əsas uzantısıdır. Paint proqramına məxsusdur. Ona görə bu rasterdir. Bunu nəzərə alınır. Nəzərə alacağımız həcmlər 26 KB, 19 KB və 55 KB. İndi bu həcmli faylların hər birini yadda saxlamaq üçün klaster sayı həcmini nəzərə alırıq. Yəni, biz elə ki, 26 KB yadda saxlamaq üçün onu 4 KB klasterlərə yerləşdiririk. 26-nın üçün neçə dənə minimal 4 KB ehtiyac var? Təbii ki, 7 dənə. Deyiləsə 6-dan götürək. 6-dan götürsək, bu 24 KB edir. 2 KB sözləri alırıq. Və yaxud da sadə bir qayda, faylın həcmini klasterin həcminə bölürsünüz. Əgər hesablamada qalıqlı cavab alırsınızsa, tam hissədən 1 byte çox götürürsünüz. Yəni 7 klasterə ehtiyacımız var. Yəni məntiqlə də buradan baxanda görmək olur ki, 7 klasterə ehtiyacımız var. 19 KB yadda saxlamaq üçün 19 4-ə böləndə 4 tam neçə, yəni 5 klasterə ehtiyacımız var. 55 KB yadda saxlamaq üçün 55-i 4-ə böləkdə. Təbii ki, burada da görək ki, 55-i 4-ə böləndə 13 tam neçə düşür. Deməli, bizim burada da 14 klasterə ehtiyacımız var. Bizdə cəmi birlikdə neçə klaster sayını soruşduğuna görə 7 plus 5 plus 14 elədi 26 klaster. Deməli, raster qrafikasına məxsus olan faylları yadda saxlamaq üçün 26 klasterə ehtiyacımız var. Doğru cavab B variantı. 38. Bir DPI təsvirin həlli nə deməkdir? Bir DPI ümumiyyətlə DPI dots per inch, yəni bir düymə düşən nöqtələrin sayı ifadəsini verir bizə və Skynerin və ya orijinal təsvirin aid etməsi. Doğru cavab burada B variantı olacaq. Bir düym uzunluğuna aid üçün piksel sayı bu PPI-dir. PPI-də monitorun, ekranın həllidir, belə deyək. Və bir düym uzunluğuna düşən xətlərin sayı isə LPI, line per inch. Bu da digitizer qurğusuna aiddir və ya da printer qurğusuna aiddir. Yəni doğru cavab B variantı. 39-cu sual Excel proqramına məxsus olan bir sual. İşçi vərəqi mühafizəsi hansı metodlarından həyata keçirilir? Baxın, Exceldə birinci iş faylı olaraq edək. İşçi vərəqi mühafizə etmək, yəni parol qoymaq mümkündür fayl tabından, mümkündür review tabından, mümkündür home tabından. 3 tabdan mümkün. Baxın, Office proqramlarında, yəni əsas Word, Excel, Access, Word, Excel, PowerPoint-dən söhbət gedir. Word-də də, Excel-də də, PowerPoint-də də. Bax, üçündə də mütləq şəkildə fayl tabından, üçündə də fayl tabından sənədə parol qoymaq mümkündür. Mütləq şəkildə baxın, üçündən də fayl tabından, infodan və yaxud da save-as-dən dəstənsız etmişdir, sənədə parol qoymaq mümkündür. Amma bu
home tabı yalnız Excel-ə məxsus. Excel-də home tabı vasitəsilə sales qrupundan format təminlə. Baxın, protect sheet eləyə bilərəm və yaxud da vərəqin, sheetin kontekst menüsündən protect sheet əmrini izlədə bilərəm. Bu, təbii ki, bu vərəqin kontekst menüsüdür, amma ümumi halda home tabında da bu əmr mümkündür. Bax, mövcuddur. Amma keçirilmir soruşduğuna görə bizdə view tabından, data tabından və insert tabından sənədi mühafizə etmək olmaz. 40-cı sual çox asan, çox bəsit, hamının yaza biləcəyi çox bəsit bir sual. Demək olar ki, hamının da e-maili var. Bir ki, qeyd edilən e-mailli istifadəçi hansıdır? Təbii ki, burada @gmail.com bu isə bizim e-mailimizin adıdır. Amma istifadəçi adı isə @şarəsi hissəsinə olan yeri, @şarəsinə qədər olan hissə istifadəçi adını bildirir. Burada istifadəçi adı da təbii ki, bu hissədir. Çox bəsit, çox asan bir sual. Ümidvaram da qəbulda da belə suallar düşər qabağınıza, amma hər bir halda hansı tip sual düşməyindən asılı olmayaraq siz partladacaqsınız, əjdahasınız. Amma küləkləməyin də, yəni külək püskürtməyin, əslində alov püskürtün. 41-ci sualda ikilik say sisteminə verilmiş, baxın, burada diqqətli olun, 93 rəqəmli deyir, ha. İkilik say demir, ikilik say sistemindəki 93 ədədi. Onsuz da ikilik say sistemində 93 ədədi ola bilməz. Amma ikilik say sistemindəki 93 rəqəmli ədədi 16-lıq say sisteminə çevirir. Təbii ki, ədəd 1 ilə başlayacaq, mütləq şəkildə. İkilik say sistemində 0 ilə başlayamaz ki. Və rəqəmləri neçə olur olsun, burada ümumi 93 dənə rəqəm var. Bunu 16-lığa çevirəndə deyil, neçə rəqəmli ədəd alır. Biz ikilikdən 16-lığa keçmək üçün ikilikdə verilmiş ədədləri sağdan sola doğru 4-4 ayırırıq. Bu 4-4 ayırmağımızın səbəbi ikilik say sistemində bir rəqəm 1 bit yeridir. 16-lıq say sistemində isə bir rəqəm 4 bit yeridir. Hardan gəldi? 16 2 üstü 4-dür, 2 isə 2 üstü 1-dir. Buradan gəlir. Deməli, biz 4 dənə 1 biti yan-yana qoymalıyıq ki, yəni 4 dənə 0-1 yan-yana qoymalıyıq ki, 16-lıqdakı bir rəqəmi alır. Ona görə də biz o ikilik say sistemində verilmiş ədədi 16-lığa çevirmək üçün 4-4 ayırırıq. Yəni, burada 93 rəqəm yoxdurmu? Onu mən 4-4 ayırıram. Hər 4-lük bir ədədi ifadə edir. Birinci tapaq görək burada 93 rəqəmini 4-4 ayırsaq neçədən 4-lük çıxar? Təbii ki, bunu bölsək 8 dəfə 23, yəni 92 qalıq 1 qalır. Yəni, o deməkdir ki, 23 dənə tam 4-lüyə bölündü. Və sol tərəfdə artıq bir dənəsi tam 4-lüyə bölünmədi. Yəni, 4-4 bölündü gəldi, sol tərəfdə tam 4-lük olmadı. Əgər elan da tam 4-lüyə bölünmədi, biz qarşıya lazımlı qədər sıfır ata bilirdik də, 8, 4, 2, 1 yazmaq üçün. Yəni, belə də deyə bilərəm sadə və lor dildə. Rəqəmlərin sayını, ikilikdəki ədədin rəqəmlərin sayını böldük 4-ə. Neçə tam, əgər tam cavab alırıqsa, cavab odur. Qalıqlı cavab alırıqsa, yenə və yaxud ki, suallarda olduğu kimi tam hissənin üzərinə 1 gəlirəm. Burada da 23-dan neçə salıram, tam hissənin üzərinə 1 gəlirəm, edir 24. Deməli, ikilikdə verilmiş 93 rəqəmli ədədi 16-lığa çevirəndə, 16-lıqda 24 rəqəmli ədəd alınır. Hansı ədədlərdir, hansı rəqəmlərdir bizə maraqlı deyil. Bizə sadəcə rəqəm sayını soruşur. Ona görə də 41-ci sualda doğru cavab olacaq 24. Sonra 42-ci sual, PowerPoint proqramına təqdimata video əlavə etmək hansı tab və ya tablardan mümkündür? Deməli, PowerPoint proqramı təqdimata video əlavə etmək əslində kitabdan mümkündür. Biri təbii ki, ən bəsti, ən sadə insert tabı, yəni göstərdə bilərik, insert tab media qrupundan video əlavə etmək. Bir də eyni qayda record tabından, görürsünüz, Ultimate Player bu hissəsindən də sənədə video əlavə etmək mümkündür. Ona görə doğru cavabımız insert tabı və record tabı olacaq. Yəni cavab 2-dir. Daha sonra 43-cü sualda. 43-cü sualda bizə qeyd edir ki, 2 diapazon veribdir. Yəni C4, C7 diapazonu və B1, Y9 diapazonu. Birinci diapazondakı sətir sayıdır. Deməli, burada sətirlər diapazondur. Ədədlərlə işarələnir. Bir Excel vərəqində 1.048.576, yəni 220 sayda sətir əlavə məlumat kimi. Biz də diapazondakı, hər hansı diapazondakı ümumi sətir sayını tapmaq üçün hər zaman böyük ədəddən, yəni diapazondakı son xanadakı sətir nömrəsindən diapazonun ilk xanasındakı sətir nömrəsini çıxıb üstə deyəcəyik. Yəni 4 ilə 7 arasında ədədlərin sayını tapdım sadəcə. 4 çıxıb 7 üstə gəldik. Özləri daxil təbii ki, mütləq şəkildə 4-dən.
Və yaxud da bekar-bekar saya bilərik. 4, 5, 6, 7. Görək ki, burada 4 dənə ədəd var. Sonra deyək ki, B1Y9 diapazonunda sütun sayı. Sütunlarla latin əlifbasının, ingilis əlifbasının baş hərflərinin işarələnir təbii ki. Və əlavə məlumat üçün 1 Excel vərəqində 16384, yəni 214 sayda sütun var. Və biz də bunları hərfləri sayıca sayacağıq. B-də ilk xanadakı sütundan son xanadakına qədər. B, C, D, Y. Yəni burada da 4 dənə sütun var. 4 sütun, yuxarıda 4 sətir. Və bizə deyir ki, bunların sayının hasilinin 4-ü 4-ə vurdıq. 2 mislini vurdum 2'ye. 4, 4, 16 vurdum 2'ye. 32. Doğru cavab burada olacaq 32. 44-cü sual IP ünvanlarla bağlı olan sualdır. IP ünvan strukturu ilə bağlı müəyyən qədər qeyd edim ki, IP ünvanlar 4 hissədən ibarətdir. Hər hissə arasında mütləq şəkildə nöqtə qoyulur. Yəni 3 dənə nöqtədən ibarətdir, belə deyək. Hər hissə minimal 0, maksimal 255 aralığında hər hansı ədəddən birində olabilir. Baxın, diqqətli olun. Burada ədədlər 255-dən böyük ola bilməz. IP ünvanın əsas strukturunda. Ona görə ki, bu qaydanı bildikdən sonra çox asan və çox bəsitdir. Baxın, bizə doğru ünvanlar istəyir. A, birincidə 265 yanlışdır. Niyə? Çünki bizdə buradakı qiymətlər mütləq şəkildə kiçik bərabər olmalıdır 255-dən. Ona görə bu yanlışdır. Bir yanlış. 2-yə baxsaq, ədədlərin hər nöqtə arasındakı ədədlər 255-dən kiçik. 100 kiçik, 1 kiçik, 100 kiçik, 1 kiçik. Ona görə 2 doğru. Üçüncüyə baxsaq, üçüncüdə əslində ədədlərdə heç bir sıxıntı yoxdur. Amma sonda fikir versək nöqtə qoyur. IP ünvan nöqtə ilə bitmir. Ədədlə bitməlidir. Ona görə üçüncü ifadə yanlışdır. Dördüncü ifadə də yanlışdır. Burada 2 yanlışlıq var. Birincisi, ədədlərdən biri 255-dən çox böyükdür və 3 hissədən ibarətdir fikir versək. 4 hissə deyil. Ona görə bu yanlışdır. 44-cü sualda isə, daha doğrusu 5-də isə doğrudur. Yəni 8, 11, 20, 44 nöqtə ilə başlanır, nöqtə ilə bitmir və hər bir ədəd 255-dən kiçikdir. Ona görə doğru cavab 2 və 5. 45 və sonuncu, 45-ci yəni sonuncu sualda giriş qrupları. Giriş qrupları ümumiyyətlə hansılardır? Mouse, klaviatura, qrafik planşet, scanner, web kamera, TV tuner. Bunlar giriş qruplarıdır. Bunlardan baxsaq, scanner, web kamera var. Klaviatura, mikrofon var. Birə getdi A, Y. Sonra çıxış qrupları, printer, plotter, deməli, monitor, proyektor, səs ucaldan və qulaqlıq. Bunlar bizim çıxış qruplarımızdır. Baxsaq variantlara printer, plotter var. Sonra digərləri yoxdur. Sonra həm giriş, həm çıxış qrupları hansılardır? Modem, touchscreen, yəni sensor monitor, faks aparatı, səs kartı, şəbəkə kartı. Bunlar isə həm giriş və həm çıxış qruplarıdır. Burada isə həm giriş, həm çıxış qruplarına baxsaq, modem, sensor, ekran, C, səs kartı, şəbəkə kartı, D. Yəni doğru cavab 1-ə A, Y, 2-yə Bakı, 3-ə C, D. Belə yoldaşlar, bugünkü izahın da sonuna çatdıq. Hər birinizə qarşıdakı növbəti imtahanlarda uğurlar arzulayıram. Qəti həyəcanlanmayın. Əsas olan vaxt bölgüsünü düzgün yerinə yetirin və fevraldakı imtahanda çox gözəl nəticələrlə bizləri sevindirin, şad edin. Növbəti izahlarda görüşəndir.